Troplaşmış və ya boğulmuş babasil anal kanalın ən çox rast gəlinən xəstəliklərindəndir. Bu xəstəlik ən çox cavan yaşlarda olur. Xəstələr əsasən xəstəliklərini ağır yük qaldırmaqla, soyuq dəyməklə, qəbizliklə əlaqələndirirlər. Doğrudan da bu xəstənin etiologiyasında əsas önəmli olan rol ağırlıq qaldırma, soyuq dəymə və qəbizlikdir. Çünki anal kanala təzyiq düşür. Təzyiq nəticəsində daxili düyün xaricə çıxır, içərisinə qan yığılır və içəri girə bilmədiyi üçün çöldə boğulur. Buna görə də biz buna boğulmuş babasil adlandırırıq. Boğulmuş, tromblaşmış babasilin əsas müalicəsi konservativ müalicədir. Çünki xəstələr 24 saatdan sonra, bir gündən sonra bizə müraciət edirlər. Və 24 saat müddətində əgər bu xəstə cərrahi müalicə olunmayıbsa, 24 saatdan sonra cərrahi müalicə olunmağa əks göstərişdir. Çünki əməliyyat zamanı orada olan iltihaplaşmış zonada qanaxma riski artır, iltihaplanma, ondan əlavə əməliyyatdan sonra darlıq riski yarana bilir ki, ona görə də biz xəstələr konservativ müalicəni məsləhət görürük. Konservativ müalicədə isə biz demək olar ki, yerli və tabletka və ya içmə dərmanlardan istifadə edilir və bundan əlavə vannalar, isti su vannaları tromblaşmış babasilin müalicəsində mühüm rol oynayır. Tromblaşmış babasil bir həftə 10 günlük müalicədən sonra artıq trombun və boğulmuş babasilin tamamilə sorulduğunu görürük. Yalnız bundan sonra biz xəstələrə əməliyyat olunmağa təklif edirik.